Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə ən son paylaşdığımız 2 ədəd müəllimlərin işə qəbulu, 1 ədəd isə sertifikasiya sınağının izahına baxacağıq. Sualları cavabsız versiyada izah edəcəm ki, əvvəlcə özünüz işləyib, daha sonra cavablarla yoxlaya biləsiniz. İlk baxacağımız sual MIG-İyul sınağıdır. Tural, Xəyal və Altay 1 il müddətinə coğrafi təcrübə üçün fərqli şəhərlərdə yaşamaq qərarına gəlirlər. Onların getdikləri şəhər haqqında məlumatları nəzərə alıb, həmin şəhərləri cavab variantından müəyyən edək. Turalın getdiyi şəhərə baxırıq. Noyabrın 18-də yaz fəslidir. Demək, bu Cənub yarımkürəsində yerləşir. Brazzavil götürə bilmərik. Brazzavil, Kongo il boyu yay fəslidir. Malini götürə bilmərik. Maldivlər il boyu yay fəslidir. Xəyalın getdiyi şəhərdə görürük ki, il boyu yay fəsli müşahidə olunubdur. Biz burada Braziliyanı götürə bilməyəcəyik. Çünki Braziliyada subekvatorda yerləşdiyinə görə il boyu yay yox, yay və qış ayları müşahidə olunur. Daha sonra Altayın getdiyi şəhərdə isə şimal yarımkürəsində yerləşir. Çünki 18 noyabrda həqiqətən payız fəslidir, iyunun 4-də yaz fəslidir və s. Demək ki, Altayın getdiyi şəhər şimal yarımkürəsində yerləşəcək. Biz burada Dehlini də götürə bilmərik. Dehlidə çünki il boyu 2 fəsil müşahidə olunur. Yay və qış. 4 fəslin 4-də varsa biz Praqanı götürsək daha məqsədə uyğun olar. Çexiya. Xəyal isə Jakarta uyğun gəlirmi? Bəli. Jakarta ekvatorialdadır, İndoneziya. Il boyu yay fəsli müşahidə edilir. İkinci sual. İnzibati rayonlarla bağlı doğru olmayan fikri müəyyən edin. Doğru olmayan. Goranboy, Kəlbəcər və Daşkəsən. Ərazisində qışı quraq keçən soyuq iqlim tipinə rast gəlinir. Doğru, qarşısına doğru qoyulub. Getdi. Qazax, Cəbrayıl və Ağdam. İşğaldan azad olunmuş ərazilər mövcuddur. Doğru, qarşısına doğru qoyulub. Getdi. Kürdəmir, Xızı və Biləsuvar. Xarici ölkələrlə sərhədə malik deyil. Biləsuvar sərhəddir. Yanlış fikirdir. Qarşısına yanlış qoyulubdur. Getdi. Tovuz, Şəki, Samux. Ərazisi 3 fiziki coğrafi rayonda yerləşir. Tovuzla Şəki, bəli. Amma Samux 2 fiziki coğrafi rayondadır. Qazax, Qarabağ və Acınahur, Ceyrançol. Yanlışdır, qarşısına doğru qoyulubdur. Demək, səhvimiz bu imiş. Astana, Şamaxı və Füzuli. Ərazisində mülayim isti iqlim tipinə rast gəlinmir. Hər üçündə rast gəlinir. Yanlışdır, qarşısına yanlış qoyulubdur. Getdi. (2015-ci ildə A ölkəsinin əhalisinin sayı 50 milyon nəfər idi. Təbii artım 1000 nəfərə 16 nəfər. 2025-ci ildə ölkə əhalisi 55 milyon nəfər olarsa, doğru variantı müəyyən edin. Tamam, 1000 nəfərə 16-dırsa 50 milyona x. X bərabərdir 800 min. Aradan da 10 il keçdiyinə görə 10'a vurmaq lazımdır. Eləyəcək 8 milyon. Yəni 10 il ərzində 8 milyon əhali artmalı idi. Və əhali 55 yox, 58 milyon etməli idi. Demək ki, 3 milyon əhali ölkəni tərk edibdir. Demək ki, emigrasiya ölkəsidir. Emigrasiya. D bəndə doğruydu. Təbii artım birinci tipi. Birinci tip olmasının 12'den az olmalıydı. Getdi. Təbii artım hesabına illik mütləq artım 80 mindir. 80 min deyil, 800 mindir. Getdi. Miqrasiya saldosu müsbətdir, xeyr, mənfidir. Getdi. Demoqrafik keçidin ikinci mərhələsi xarakterikdir. Demoqrafik keçidin ikinci mərhələsi demoqrafik partlayışdır. Bu da demoqrafik partlayış deyil.
Getdi. Sonra baxırıq. Şimal yarımkəsində yerləşən A məntəqəsi üçün aşağıdakı məlumatlar mövcuddur. Günəş şüalarının maksimal və minimal düşmə bucağı arasındakı fərq 76-dır. Gecə və gündüzün, həmçinin fəsillərin adi növbəçməsi müşahidə olunur. Demək ki, bu mülayim işıqlama qurşağındadır. Şimal qütb dairəsi ilə arasındakı məsafə 777 kilometrə bərabərdir. Yerin xəyali oxunun orbit müstəvisinə meyilliyin dəyişdiyini nəzərə alsaq, A məntəqəsindən Bakı şəhəri arasındakı ən qısa məsafəni kilometrindən hesablayaq. Biz bilirik ki, bir dənə yaşlı ekran açılsın. Biz bilirik ki, mülayim işıqlama qurşağında günəş şüalarının maksimal düşmə bucağından minimal düşmə bucağının fərqi hər zaman 47-yə bərabərdir. Amma meyillik dəyişibdir. Demək, maksimum və minimum arasındakı fərq neçə olubdur? 76. Maksimum və minimum edibdir 76. Və hər zaman maksimum və minimum düşmə bucağı arasındakı fərqin yarısı da tropik xəttinin dərəcəsi verməlidir. Əvvəl 47 idi, tropikimiz götürürdük 23.5. 76 olsaydı tropikimiz keçərdi 76-nı 2-yə böləndə 38-dən. Tamam, tropik 38-dən keçirsə qütb dairəsinin içindən keçməli idi. 90 çıxaq 38 bərabərdir 52 dərəcədən. Şimal qütb dairəsi 52 şimal enindən keçdi. Və həmin məntəqənin də şimal qütb dairəsinin arasındakı məsafə 7 dərəcədir. 52-dən çıxırıq 7-sin edir 45. 45 ilə də Bakı arasındakı ən qısa məsafə 50 şərq uzunluğunda 5 dərəcədir. 5-i də 111-ə vururuq. 555 edir. Xəritə sxemində göstərilmiş müstəqil türk dövlətlərindən qoşulmama hərəkatına üzv olmayanlar. Qoşulmama hərəkatına üzv olmayanlar Qazaxıstandır, Qırğızstandır və Türkiyədir. Onlar da həqiqətən də Türk Birliyi təşkilatına üzvdülər. Ancaq Azərbaycandır, Özbəkistan, Türkmənistan qoşulmama hərəkatına üzv ölkələrdir. Doğru arıcılığı müəyyən edin. Göyçə gölündən başlayan və Xəzər istiqamətində əlaqələndirən çaylar. Göyçə gölündən başlayan çaylardan burada Zəngi çayını deyə bilirik. 6 ilə başladıq. Zəngi çayı gəlir Araz çayına tökülür. İkinci 5 götürəcəyik. Araz çayı isə Kür çayına tökülür. Daha sonra 4 götürəcəyik. 6, 5, 4. Cavabımız Y variantıdır. Cədvəldə verilmiş ölkələrin bütün oxşar xüsusiyyətlərini müəyyən edin. Tacikistan, Boliviya, Əfqanistan. Materik daxili ölkələrdə hər üçü, dağlıq relyef hər üçü, əhalisi Hind-Avropa hər üçü. Qırğızstan, Peru, Avstriya. Azonan landşaft hər üçü, dağlıqdır çünki. Bütövlükdə 2 yarımkürə hər üçü. Dünya okeanda iqtisadi zonaya malik deyil, amma Peru malikdir. Bu variantı götürə bilmirik. Nepal, Kolumbiya və Panama. Geotermik pillə böyük olmaz, kiçik olar. Çünki seismik ölkələrdə. Getdi. Daxili suları 2 okean hövzəsi, Nepal 2 okean götürə bilmərik. Getdi. Turizm sektorunun inkişafı üçün böyük potensiala malikdir. Bəli, hər biri böyük potensiala malikdir. Kolumbiya, Panama okean sahili. Kolumbiya əlavə olaraq dağlıq. Əlavə olaraq Nepalda yüksək dağlıq relyefə malikdir.
Yəni turizm potensialı mövcuddur. Cavabımız olur B variantı. Əks saat qurşağı arasındakı zaman fərqi 6 saata bərabər olsaydı. Hal-hazırda 24 saat qurşağı var. Və buna görə də əks saat qurşağı arasında 12 dərəcə fərq var. Yox, əks saat qurşağı arasındakı fərq 6 dərəcə olsaydı, saat qurşağımızın sayı 12 olardı. 360'ı bölürük 12'ye edir demək 30 dərəcə. Yəni yer öz ox ətrafında 1 saata 30 dərəcə hərəkət edir. Bu zaman məntəqəmiz 90 şərq olduğuna görə 90'ı bölürük 30'a. eləyir 3-cü saat qurşağı. Sonra davam edirik növbəti suala. Doğru fikri müəyyən edin. Abşeron Xızı İqtisadi rayonunda urbanizasiya səviyyəsi 100%dir. Urbanizasiya 100% olan yeganə iqtisadi rayonumuz Bakıdır. Yanlış. Kəngərli İnzibati rayonu 2, Şərur İnzibati rayonu isə 3 ölkə ilə sərhəddir. Xeyr, 2 ölkə ilə sərhəddir. Şərur. 3 ölkə ilə sərhəd olan yeganə rayonumuz Sədrəkdir. Naftalan, Şirvan, Göytəpə və Lənkəran İnzibati rayon mərkəzi olmayan şəhərlərdir. Lənkəran rayon mərkəzidir. Lənkəran rayonu mərkəzi səhvdir. Quba, Masallı və Xocalı hava limanlarının mövcud olduğu şəhərlərdir. Quba və Masallı yanlışdır burada. Xızı İnzibati rayonunda İran dil qrupuna mənsub əhali yaşayır. Bəli, yerli tatarı deyə bilirik. Diaqramda göstərilmiş iqlim vilayətlərinin xarakterik olduğu ölkələr üçün ümumi ortaq fikirləri müəyyən edin. Bir Aralıq dənizdə, Aralıq dənizindən Malta daxildir. 2 Mülayim dənizdə, Mülayim dənizdə isə İrlandiya daxildir. İkisinin ortaq xüsusiyyəti isə hər ikisi inkişaf etmiş ölkələr qrupuna daxil edilir. Fəal seismikdir İrlandiya yox. İl boyu eyni hava kütləsi hakimdir, Malta yox. Heç bir ölkənin quru sərhədinə malik deyil, İrlandiyanın sərhədi var. Roman dil qrupu İrlandiya roman deyil. Nə də Malta roman deyil. Doğru variantı müəyyən edin. Savanların mövcud olduğu və savanların mövcud olmadığı. Tropik rütubətində varmı? Bəli, var. Əjdaha dağlarının şərqində. Subekvatorial onsuz bilirik ki, mövcuddur. Subtropik musson yoxdur. Olmadığı. Aralıq dənizində varmı? Bəli, var. İstisna kimi Avstraliyanın cənub-qərb qutaracağında. Sonra subtropik kontinentalında yoxdur. 4'ü götürə bilərik. Bərabər rütubətli subtropikdə varmı? Bəli, Avstraliyanın cənub-şərqində. 1, 3, 4. Doğru olmayan fikirləri müəyyən edin. Okeanda səth sularının temperaturu coğrafi enliklər üzrə fərqlidir. Doğru. Ailsovun iqlim təsnifatına əsasən subtropikin bütün vilayətlərinə şərq yarımkürəsinə rast gəlinir. Bəli, bütün vilayətləri şərq yarımkürəsində mövcuddur. Doğru. Tropik iqlim qurşağı daxilində səpənin radiyası üstün ola bilməz. Tropikin rütubətində ola bilər. Bu səhv. Termik təzyiq qurşaqlarının yaranması Koriolis qüvvəsidir. Termik təzyiq qurşağı yox, dinamik təzyiq qurşaqlarının yaranmasının birbaşa səbəbi Koriolis qüvvəsidir. 4 səhv. Respublikamız arasında yay aylarında antitsiklon ola bilərmi? Bəli, yayda tropik hava kütləsi daxil olur. Yüksək təzyiq sahəsi yaranır. Doğru. Sahəsi artan okeanlar 4 yarımkürədə yerləşir. Hind okeanı sahəsi artan okeanda, amma 4 yarımkürədə yerləşmir.
3, 4, 6. Y variantı. Doğru fikirləri müəyyən edin. Platformanın yaranması, dağa əmələ gəlmə və litosfer tavalarının hərəkəti ritmikdirmi? Bəli, ritmikdir. Dunay, Dnepr, Volqa çayları yüksək axın sürətinə malikdir. Düzənlik çayları da götürə bilmərik. 10 iyul tarixində Cənub Qütb İşlamı qurşağında gecə və gündüzün növbələşdiyi ərazilər mövcuddur. Bəli. Misal üçün 67 Cənub elində gecə gündüz adi növbələşir. Doğrudur. Gələcək 22 iyun tarixində, amma elə bir ərazi mövcud olmayacaq Cənub Qütb ərazisində, Qütb İşlamı qurşağında. Ölkəmizdə yerləşən və şimala meyilli olan yamaca günorta vaxtı günəş şüaları heç vaxt 75 bucaqdan düşə bilməz. Doğrudur. Cənuba meyilli olsaydı düşə bilərdi, amma şimala meyillidirsə düşə bilməz. Sonra yarımkərar üzrə ən çox su şərq yarımkəsində payına düşür. Yarımkərar üzrə ən çox su sahəsi Cənub yarımkəsinin payına düşür. Şahduz şəhərində həm orta illik temperatur, həm də illik radiasiya miqdarı Şirvandan aşağıdır. İllik radiasiya miqdarı Şirvandan yüksəkdir. Səhv. 1, 3, 4. Qazax Tovuz iqtisadi rayonunda xarici ölkə ilə həmsərhəd olan inzibati rayonlar. Şəmkirin sərhədi yoxdur, Gədəbəyin var. Samux Qazax Tovuza aidiyyatı yoxdur. Tovuzun var. Daşkəsən Qazax Tovuz deyil, Ağstafanın var. 2, 3, 6. Cədvələ əsasən doğru variantı müəyyən edin. Xəzər dənizinə müvafiq olaraq eyni duzluq və eyni dərinlik malik nöqtələri izoqalin və izobatlar birləşdirir. Doğrudur. Haiti və Singapurda yağıntılar il boyu bərabər paylanır. Düzdür. Haiti tropik rütubətçisi, Singapur isə ekvatorial. İl ərzində keçid iqlim qurşaqlarında hava kütlələrinin yer dəyişməsinin səbəbi günəşin üfüqdə vəziyyətinin dəyişməyidir. Doğrudur. Sidney və Montevideo subtropik iqlim qurşağının bərabər rütubətli iqlim vilayətində yerləşir. Düzdür. Sidney Avstraliya, Montevideo isə Uruguay. Yanlış tərəfdə doğru olanmaz. Ekvatorial və qütblər termik təzyiq qurşağıdır. Doğrudur. Yanlış tərəfdə olanmaz. Qanaq əyrçəkdə ümumi radiasiyanın az olmasının səbəbi buludluğun yüksək olmasıdır. Doğrudur. Yanlış tərəfdə ola bilməz. Sonra soyuq atmosfer cəbhəsində hansı buludlar yaranır? Ən birinci laylı yağış buludlardan başlayır. Daha sonra yüksək laylı buludlar. Daha sonra topuya keçir, yəni laylı topa buludlar. Sonra topa yağış, ən yuxarıda isə yüksək topa buludlar aid olunur. Cavab C variantı. Xəritə sxemdə işarələnmiş inzibati rayonlar və şərti işarələrdən istifadə edərək doğru fikri müəyyən edin. Baxırıq, bir alnit ehtiyat daşkasına aiddir. 2 polimetal da Ağdərəyə aiddir. 3 neftdir, Siyəzana aiddir. 4 qızıldır, Zəngilana aiddir. 5 molibden filizdir, Ordubada aiddir. Bizə doğrunu deyir. 5-ci təbii ehtiyatın yerləşdiyi inzibati rayon 2 tektonik zonada yerləşir. Ordubad 1 tektonik zonadır. Səhv. 2-ci təbii ehtiyatın yerləşdiyi inzibati rayonda 2 şəhər mövcuddur. Baxaq, Ağdərədə bir dənə şəhərdə Ağdərədə getdi. 3-cü təbii ehtiyatın yerləşdiyi inzibati rayonda qışı mülayim keçən yarım səhra quru çöl iqlim tipinə rast gəlinmir. Siyəzəndə mövcuddur. Səhvdir. 4-cü təbii ehtiyatın yerləşdiyi inzibati rayonda hava limanı fəaliyyət göstərir.
Zəngilanda bəli mövcuddur, doğru. Birinci təbii ehtiyatının yerləşdiyi inzibati rayon Goranboy ilə sərhəddir. Daşkəsənin Goranboy ilə sərhədi yoxdur. Bu da səhv. Sonra davam edirik. Bir-birinə sərhəd olan yarımada ölkələri. Baxaq. Danimarka və İsveç. Danimarka və İsveçin sərhədi yoxdur. Laos, Vyetnam götürə bilərik. Albaniya ilə Şimali Makedoniya götürə bilərik. Daha sonra Andorra ilə Portuqaliyanın sərhədi yoxdur. Omanla Yemen götürə bilərik. Bə və Qətərin sərhədi yoxdur. 2, 3, 5. Sibir, Qərbi Sibir və Orta Sibir. Cavan platforma doğru. Bataqlılar doğru. Buradan axan çaylar musson rejimidir, bu yanlış. Orta Sibir, Alp qırşığı zonası yanlış. Mütləq hündürlüyü 500 metrdən çoxdur. Bəli, çünki yayladır, doğru. Şərqi Avropa düzü ilə sərhədində Ural dağları yaşayır. Bu Orta Sibir yox, Qərbi Sibirə aiddir. 1, 2 və 5. Doğru olmayan fikri müəyyən edin. Tropik xətləri və qütb dairələri istilik qurşaqlarının sərhədləridir. İstilik yox, işıqlama qurşağının sərhədləridir. Avrasiya Avstraliyadan daha çox, Antarktidadan isə daha az saat qurşağında yerləşir. Doğrudur. Onsuz Antarktida qütb mövqeyində olduğuna görə bütün saat qurşaqlarında yerləşir. 14-cü saat qurşağı ilə 2-ci saat qurşağı əks saat qurşağıdır. 12-dən böyüksə 14-dən çıxırıq 12-ni eləyir 2. Doğrudur. Bizə doğru olmayan lazımdır. Mars və Günəş arasındakı məsafə bir avdan çoxdur. Bəli, çünki bir astronomik vahid yerdən Günəşə qədər olan məsafədir. Mars da daha uzaqdadır. Doğru. Saat qurşağının kənar median arasında 18 dərəcə fərq olsaydı 40 saat qurşağı yaranardı. 360-ı 18-ə böləndə 40 yox, 20 saat qurşağı yaranmalıydı. 5 səhv. Ərazinin meyilliyi günəş şüalarının düşmə bucağına təsir göstərmir. Təsir göstərir. 6 səhv. Beynəlxalq təqvimdə yaşam meridianı ilə Qrinviç arasında 12 saat qurşağı fərq mövcuddur. Doğrudur. 1, 5, 6. Otuz Cl temperaturda 4 kub metr havada 60 qram su buxarı çatışmır. 1 kub metrə görə nə qədər çatışmır? 60-ı bölürük 4-ə eləyir 15. 15 qram su buxarı qalıbdır. Çünki 30 Cl-də 30 qram olur. Bunun 15 çatışmırsa mütləq rütubətdə o yenə 15-dir. Temperatur 10 dərəcəyə düşürsə, 10 dərəcə aşağı düşürsə 20 edir. 20-də isə 17 qram saxlaya bilər. Yəni 17 100%-dir. 15 də x-dir. X bərabərdir 88. Bərabər sahəli proyeksiyaya aiddir. İstiqamət və bucaq və ya bucaq demək olar ki, təhrif olunmur. Bərabər bucaqlıya aiddir. Daha çox tədris məqsədindən istifadə olunur. Bu ixtiyariyə aiddir. Materik və okeanların sahəsini hesablamaq doğru. Qal və Petersonun xəritəsi buna nümunədir, doğru. Bərabər aralıqlı ixtiyardan ayrılır. Dəniz nəqliyyatına istifadə olunur, bu bərabər bucaqlıdır. Yəni konform. Cavab C. 20 şimalində yerləşən 40 dərəcəlik qövs xəritə üzərində demək 80 sm göstərilmişdir. Xüsusi miqyası tapın. 20-ci paraleldə biz bilirik ki, 1 dərəcəlik qövs 104.6-dır. 104.6-nı 40 dərəcəlik qövs olduğuna görə 40-a vurub bölmək lazımdır xəritə üzərindəki məsafəyə, yəni 80-ə.
O da C bəndə edərdi. 24. Doğru olmayan variantı müəyyən edin. Doğru olmayan. Ölkəmizdə qonur meşə torpaqları, rütubətli dağ meşələrində rast gəlinir. Doğru. Alternativ torpaq hesab edilən kokopit Cənubi Asiya regionu üçün xarakterikdir. Doğru. Madagaskarın cənubu subekvatorial yox, tropik rütubətlisidir. Bu yanlış. Liviya və Türkmənistanda səhra landşaftı üstünlük təşkil edir. Doğru. Hikyan və Qızılağac milli parkları eyni iqtisadi rayon arasında yerləşir. Doğru. Lənkəran iqtisadi rayonu. Cavab C bəndə. Tamam. Çayın mənbəyi ilə mənsəb arasındakı təzyiq fərqi 300 mm civə sütuna bərabərdir. Çayın uzunluğu 400 km olarsa 10 meyliyini metr bölü kilometrdən hesablayaq. 300 mm civə sütunu fərqi 3000 metr deməkdir. Ona vururuq. Bölmək lazımdır 400-də. O deyəcəkdir 7,5. Qurşaq vaxtı ilə yerli vaxtı üstə düşən coğrafi uzunluqlar 15-ə qalaqsız bölünənlər. 2, 4, 6. 2, 4, 5 daha doğrusu. Baxaq, bir romandır. 2. Okean və yaxud dəniz çıxışı olsun. 3-cü isə unitar olsun. Tamam. Baxırıq, birinci fikir roman olsun, dünya okeanına çıxışı olsun, amma unitar olmasın. Bu Argentina. İkinci fikir, roman dilaləsinə aid olsun, unitar olsun, amma okeana çıxışı olmasın. Bu Moldovaya uyğun gələcək. Üçüncü fikrə baxırıq. Okeana çıxışı olsun, unitar olsun, amma roman olmasın. Bu Estoniya uyğun gələcək. Hər üçünə aid olan isə Kolumbiyadır. A uyğun gəldi. Birləşmiş Ərəb Əmirliklə isə variant yoxdur. Cavab D variantı. Xərfi sxemə əsasən göllərin doğru ardıcılığı hansı variantda göstərilmişdir? 1 yuxarı göldür, 2 Michigan, 3 Huron, 4 Erie, 5 Ontario. Doğru cavabımız A variantı edirdi. Sonra doğru variantı müəyyən edin, uyğunlaşdırmadır. Birinciyə baxırıq. Deyir, gün boyu aramsız şəkildə sanitar mühafizə zonlarının hüdudlarında atmosfer havasının yoxlanılmasını həyata keçirmək məqsədindən şəhərin yaşayış rayonlarının, həmçinin neft-qaz mənbələrinin mövcud olduğu ərazilərin, kimya və digər istehsal sahələrinin yerləşdiyi məkanda fəaliyyət göstərir. Bu stasionardır. 1-ə B. İkinci, yerində su və sıxır nümunələri götürmək və təhlil etmək üçün istifadə olunur. Bu minidir. Daha rahat gəzdirilən, kiçik olan. Bu A-dır. Üçüncü isə nümunə götürür və nümunəni detallı təhlil etmək üçün stasionara göndərirsə, bu isə mobildir. B, A, C. Cavab Y variantı. Doğru göstərilməmişdir. Yanlış olan Ural geosiqnalının 4-cü mərhələsi olmalıdır. Karpat Alp olmalıydı. Atlas isə geosiqnalının 3-cü mərhələsi olmalıydı. Çünki cavan dağdır. 4, 5, 6 yanlış idi. Daha sonra günorta vaxtı Bakı şəhərində cismin kölgəsinin uzunluğu onun öz uzunluğuna bərabər olan zaman hansı enliklərdə günəş şüalarının düşmə bucağı bərabər olar?
Görək günəş harda zəngdədir? Cismin kölgəsi öz uzunluğuna bərabərdirsə, günəş şüalarının düşmə bucağı 45-dir. 45 isə 40-dan 45 dərəcə cənuba düşəcəyik. Bir dəqiqə. Tamam. 40-dan 45 dərəcə cənuba düşdük. Çatdıq. 5 dərəcə cənub enliyi. 40-dan nəyə görə düşdük? Çünki Bakı 40 şimal enliyində yerləşir. Günəş 5 dərəcə cənubda zəngdədirsə, 30 cənubdan 20 şimala eyni bucaq altına düşəcək. Çünki ikisindən də 25 dərəcə məsafədədir. Sonra davam edirik. Otuz iki. Coğrafi informasiyanın təqdim olunma üsulları, yəni xəritənin təsir vasitələrini müəyyən edin. Bu da hansıdır? Xəritə sxemidir, kartoqramdır, kartodiaqramdır. Əlavə olaraq şəkil var, audio var, video var, mətn var və s. Dünyanın əksər ölkələrində yaranmış ekoloji problemlərin həll edilməsi üçün bir neçə yollardan istifadə edilir. Bu yollar 3 böyük qrupda birləşdirmək olar. Çünki 3-cü qrupa daxil olan xüsusiyyəti müəyyən edir. Tamam. Baxa görək verilmiş xüsusiyyətlər hansı qruplara daxildir? Torpaqların rekultivasiyası 1-ci qrupa daxildir. Müxtəlif təmizləyici qurğuların tikilməsi 1-ci qrupa daxildir. Yeni texnologiyanın hazırlanması, tətbiq olunması bu 2-ci qrupa daxildir. Zibillərin məhv edilməsi və yaxud emalı 1-ci qrupa daxildir. Y bəndə doğru cavabımız idi. İnsanların yaşadığı təbii mühitin qorunması, onların sağlamlığının mühafizəsi üçün çirkli istehsal sahələrinin düzgün yerləşdirilməsi. Misal üçün, kimya sənayesi isə böyük şəhərlərdən kənar tikilsə, daha məqsədə uyğundur. Əhalinin sıx cəmləndiyi ərazilərdən kənarda tikilsə. Bu 8-ci sinif dərsliyimizdə də mövcuddur, 11-ci sinif dərsində də var. Fərqli qitələrdə yerləşən dəniz limanları. Nimbo Çinindir, Asiya. Mina Ələhmədi Küveytindir, Asiya. Getdi. Antwerpen Belçikanında Avropa. Marsel Fransanında Avropa. Getdi. Tampico Meksikanında Amerika qitəsi. Santos Braziliyanında Amerika qitəsi. İskəndəriyyə Misirin Afrika. Lagos Nigeriyanın Afrika. Rotterdam Niderlandın Avropa. Sindao Çinin Asya. Samur-Abşeron kanalı üçün doğrudur. Ən uzun suvarma kanalıdırmı? Bəli, ən uzun suvarma kanalıdır. Su sərfi daha böyük olan bu Yuxarı Qarabağdır. Su anbarından başlayıb su anbarına tökülən bu Yuxarı Qarabağdır. Daha çox ərazi su varan Yuxarı Şirvandır. Ətraf ərazilərdə qurun suların səviyyəsinin qalxmasına səbəb olur. Doğru. Suvardığı sahəyə görə sadəcə Yuxarı Şirvandan geri qalır. Bu da doğru. Otuz altı. Cədvələ əsasən doğru variantı müəyyən edin. Ölkə və təbii artım tipi. Ümumiyyətcə, 3-cü deyilən bir təbii artım tipi yoxdur. Bu yanlış. B bəndi doğruydu. C bəndi Car və Albaniya ikinci tipə aiddir, səhvdir. D bəndi hər biri ikinci tipə aiddir, səhvdir. Y bəndi isə hər biri birinci tipə aiddir. Bu da səhvdir. Cədvələ əsasən doğru variantı müəyyən edin. Qarabağ iqtisadi rayonda həm suvarma, həm də dəmiyə gəncliyi doğru. Yalnız bir inzibati rayonu xarici ölkənin sərhəddir. Doğru, Füzuli.
Şəhərlərin sayı inzibati rayonların sayına bərabərdir. Xeyr, artıqdır. Bura Ağdərə, yox, Ağdərə artıq ləğv olundu. Demək, Horadiz və Xankəndi şəhərləri artıqdır. Əvvəllər Ağdərə şəhəri də artıq idi, amma sonra Ağdərə rayonu yaradıldı deyə Ağdərə şəhəri Ağdərə rayonunun mərkəzi oldu. Yəni artıq Tərtərin şəhəri deyil, Ağdərə inzibati rayonunun mərkəzidir. Getdi. Şərqi Zəngəzur. Ağdərə buraya daxil deyil. Səhv. 5 doğru. Qaragöl və Bətçay burada yerləşir. İqtisadi rayonda yarımsəhra quru çöl iqlim tipinə rast gəlinmir, amma var. Cəbrayılda və Zəngilanda. Otuz səkkiz. Diaqramın xarakterik olduğu iqlim qurşağında yerləşən A şəhəri hansı regionlarda yerləşə bilər? Diaqram ekvatorialdır. Hansı regionda ekvatorial var? Cənubi Asiyada var. Şri-Lankada və Maldivlərdə. Cənub-Qərbi Asiyada yoxdur. Şərqi Afrikada yox. Cənub-Şərqi Asiyada var. Böyük sahətdir. Latın Amerikasında mövcuddur. Şərqi Asiyada mövcud deyil. 1, 4 və 5. A ölkəsi haqqında verilmiş fikirləri nəzərə alaraq doğru variantı müəyyən edin. Ərazisi əsasən ada və yarımadada yerləşir. Mülayim dəniz iqlim vilayətindədir. Unitardır. Həm ada, həm yarımada mülayim dəniz olsun və unitar olsun. Bu Danimarkadır. Bizə doğrunu soruşur. İndoneziyanın eyni subregionda yerləşir. Xeyr, nə əlaqə? Getdi. Monarxi idarə etmə quruluşuna malikdir. Danimarka bəli, amma qarşısına yanlış qoyulubdur. Getdi. Bütövlükdə şimal və şərq yarımkürəsində yerləşir. Doğrudur. Qarşısına doğru qoyulub götürdük. Yeni il ölkəmizə nisbətən gec qarşılayır. Doğrudur, amma qarşısına yanlış qoyulub getdi. Ölkədə təbii artımın ikinci tipi yox, birinci tipi xarakterikdir. Yanlış fikirdə qarşısına doğru qoyulub getdi. Türyançay ilə cədvəldə verilmiş çayların bütün oxşar xüsusiyyətini müəyyən edin. Arpaçay ilə qidalamasında yeraltı sular hər ikisinə aiddir, düz. Bir neçə tektonik zonadan keçir, hər ikisi doğru. Misal üçün, Arpaçay Kiçik Qafqazdan Araz əyilməsinə keçir, Türyançay Böyük Qafqazdan Kürçük əriyə. Birbaşa Xəzərə tökülmür, bəli, birbaşa Xəzərə tökülmür, doğru. A, B, C. Ağsu ilə Türyan çayında. Demək, mənbəyi Şamaxı şəhəri ilə eyni tektonik zonada yerləşir. Bəli, Böyük Qafqaz, doğru. Kürün sol qoluna daxildir, bəli, ikisi də doğru. Qidalamasında yağış suları, Türyançayda yağış deyil, yeraltıdır. Getdi. Vilət çayına yalnız bir təbii vilayətdən keçir, Türyançay 2 vilayətdən keçir. Getdi. Kür çay hövzəsinə daxildir, Vilət çay yox. Getdi. Mənsəbi Kürçük əliyi tektonik zonada yerləşir. Bəli, hər ikisi. Tektonik zonada Kürçük əliyinə düşür. Cavabımız oldu B variantı. Bu MiG-İyul sınağı idi. İndi isə keçid alıram. MiG-İyul ikinci sınağın izahına. Başlayaq suallara. 1. Aladiyə üzv olan ölkələri soruşur bizdən. Surinam və Qanadan başqa Cənubi Avropa ölkələri. Daha sonra Mərkəzi Amerikadan Panama və Meksika. West-Inddən isə Kuba aiddir. A bəndində Yamayka pozorda. B bəndində Haiti pozorda. C bəndi doğru cavabı idi. D bəndində Beliz pozordu, Dominikan pozordu. Y bəndi isə Honduras pozordu. Doğru cavab C variantı. Doğru olmayan fikirləri müəyyən edin. Tamam. Göygöl dağ meşə landşaftında yerləşir. Doğru. Əhalinin içməli suyu olan tələbatında istifadə olunur. Doğru. Göygöldən Gəncəyədə içməli su kəməri çəkilibdir.
Sarısı gölü. Ətrafında bataqlıq çəmən torpaqlara rast gəlinir. Doğru. Axnar mənşəlidir. Doğru. Böyük Alagöl. Yerləşdiyi inzibati rayon, yəni Kəlbəcər. Aid olduğu iqtisadi rayonda, yəni Şərqi Zəngəzurda. Yalnız bir inzibati rayonun həmsərhəddi, bəli, Laçından. Bu da doğru. 4-ə baxırıq. Acınoğur tektonik mənşəlidir, bu doğru. Amma göl ətrafında yağıntıların orta illik miqdarı 200-400 yox, 400-600 mm-dir. Yanlışımız yalnız 4 idi. Orta Sibir yayladır. Dendasyon doğru. Küraras ovalıqdır. Akkumulyativ doğru. Turan ovalıqdır. Akkumulyativ doğru. 1-2-3 doğruydu. 4. Dekan yayladır. Dendasyon olmalıdır. La Plata ovalıqdır. Akkumulyativ olmalıdır. Valda yüksəklikdir. Dendasyon olmalıydı. Günəşdən yer səthinə çatan ümumi radiasiyanın 40%-i səth tərəfindən əks olunmuşdur. Albedo 120 kilokalori olarsa ümumi radiasiyanın miqdarını tapın. Udulmuşdur. Günəşdən yer səthinə çatan ümumi radiasiyanın 40%-i udulmuşdur. Mən bayaq əks olmuşdu oxudum, səhv oxudum. Udulmuşdur deyir. Tam udulan 40%-dir. Albedo neçə faizdir? 60%-dir. 60%-i 120-dirsə 100%-i x-dir. X də bərabərdir 200 kilokalori edər. Sonra davam edirik. Doğru olan coğrafi ifadələri müəyyən edin. Cənub mülayim istilik qurşağının Afrikanın şərqi ilə müqayisədə qərbindən daha cənubdan keçir. Əksinə, qərb tərəfdə soyuq okean cərəyanı təsir etdiyinə görə qərb tərəfdə daha şimaldan keçir. Səhvdir. Mülayim işıqlama qurşağında 4 fəslin aydın müşahidə edilmədiyi ərazilər mövcuddur. Doğrudur. Nümunə kimi hansı əraziləri deyə bilərik biz? Ərəbistan yarımadasında şimal tropikindən şimalda qalan ərazilərdən deyə bilərik. Hindistan Respublikasında müəyyən bir ərazini deyə bilərik ki, həmin ərazilər 4 fəsil müşahidə edilmir. 2 doğru. Nubiya səhrası yaranması Bengel soyuq cərəyanla bağlıdır. Bu Nubiya yox, Namib səhrası olmalıydı. Yanlış. Azərbaycanda fiziki coğrafi rayonların sayı iqtisadi coğrafi rayonların sayından çoxdur. Əlbəttə ki, çoxdur. Doğru. Fiziki coğrafi rayonların sayı 6 Kür çökəkliyində, 5 Böyük Qafqazda elədi 11, 4 dənə Kiçik Qafqazda etdi 15, 2 Orta Arazda, 2 Lənkəranda 19 dənə. Amma iqtisadi coğrafi rayonlar 14 ədəddir. 4-ü götürdük. 5-ə baxaq. Quba, Şərur və Daşkəsində metamorfik mənşəli fədəl qazıntı yatağı mövcuddur. Bəli, mərmər yatağı mövcud hamısında doğrudur. 2, 4, 5 doğru cavabımız idi. 6-ya baxaq amba. Respublikamızda Hind-Avropa dil ailəsinə mənsub xalqlar daha çox Şərqi Zəngəzur və Quba Xaçmaz iqtisadi rayonunda məskunlaşıb, daha çox Lənkəran, Astara və Şərqi Zəngəzurda məskunlaşıbdır. Talışlar və Kürdlər. Sayı etibarından bunlar daha çoxdur. Bu xalqlar. Elevin diaqramına əsasən doğru variantı müəyyən edin. Mərkəzi Asiya, Mərkəzi Avropa, Cənub-Qərbi Asiya. Baxırıq, Hind-Avropa dil ailəsinə mənsub hər 3 regionda var. Ona görə də Hind-Avropa birinciyə yox, ikinciyə verilməlidir. Hind-Avropa çünki üçünün də kəşməsidir. Mərkəzi Avropada misal üçün Slovakiya, Mərkəzi Asiyada Tacikistan, Cənub-Qərbi Asiyada İran və s. Sonra baxırıq Altay. Altay hansında mövcuddur? Mərkəzi Asiyada mövcuddur, bir də Cənub-Qərbi Asiyada. Altay isə 3-ə verməli idi. Altay 1-ə verə bilməz, Mərkəzi Avropada mövcud deyil. Doğru cavabımız B variantı. Yeni xəyali oxunun
Orbit müstəvisində meyillik dərəcəsinin 76,5 dərəcə olsaydı, qış gün dönümündə günorta vaxtı Bakı şəhərinə günəş şüalarının düşmə bucağı neçə dərəcə olardı? 76,5 olsaydı, tropikimiz keçəcəkdi 13,5-dən. O zaman 90 çıxaq 40. Qış gün dönüm dediyinə görə üstə gələk 13,5. O da bərabərdir 36,5 dərəcə edərdi. Ərazisi 3 yarımkürədə yerləşən hansı ölkələrin xəritələrinin sindirik proyeksiyada tərtib edilməsi daha məqsədə uyğundur? Ekvator xətti kəsməlidir buradan. Ekvator xətti Uqandanı kəsir, Kongo Demokratik Respublikasını kəsir, Kamerunu kəsmir, Kolumbiyanı kəsir, Mərkəzi Afrikanı kəsmir, Şərqi Timoru kəsmir. 1, 2, 4 cavab B variantı. Respublikamızın iqlimi ilə bağlı doğru fikirləri müəyyən edin. Baxaq, Şabran, Cəbrayıl və Qax inzibati rayonunda yarımsəhra quru çöl iqlim tipinə rast gəlinirmi? Bəli, hər üçündə var. Doğru. Şamaxı, Füzuli və Masallı inzibati rayonlarında mülayim isti iqlim varmı? Bəli, düz. Babək, Daşkəsən, Oğuz inzibati rayonlarında soyuq iqlim tipinə rast gəlinirmi? Bəli, üçündə də soyuq iqlim tipi mövcuddur. Doğru. Daşkəsəndə qışı quraq keçəndir. Oğuzda demək bərabər bol yağıntılı soyuq iqlimdir. Babəkdə isə yay quraq keçən. 1, 2, 3 doğru idi. Digər variantlarda görək nə səhvdir. Şahbuz, Salyan və Ağstafa inzibati rayonlarında yarım səhra, Şahbuz da yoxdur. Quba, Şəmkir, Culfa soyuq iqlim tipi. Biz burada Şəmkiri götürə bilmirik. Kəlbəcər, Quba və Sədrək inzibati rayonunda dağ tundura, Sədrəkdə dağ tundura götürə bilmirik. Doğru olanları müəyyən edin. 10-cu sual. Argentina Latın Amerikası olmalıydı. Malazya şərq doğru. Cənubi Koreya Çin sivilizasiyasında getdi. Estoniya qərbdir getdi. Papua Yeni Qvineya qərb düz. Gürcüstan Pravoslav düz. 2, 5, 6 cavabımız A variantı idi. Sonra davam edirik. Duzluğu 70 promil olan 20 ton su üzərinə 15 ton şirin su əlavə edilsə, yəni duzluğu 0 promil olan alınan suyun duzluğu neçə promil olar? 1 tonda 70 kiloqramdırsa 20 tonda x-dir. 70 vurulsun 20 bərabərdir 1400. Duzumuzun miqdarı oldu 1400. Suyun miqdarı gör neçədir? 20 idi, üstə də 15 gəldi, elədi 35. 35-ə 1400 isə 1-ə x-dir. 1400-ə bölürsən 35-ə, o da eləyəcək 40 promilli. Sonra davam edirik. Doğru olmayan fikirləri müəyyən edin. Afrikada bütün düzənliklər akkumulyativdir. Əksəriyyəti dendasyonda, elə bu səhv. Arazboyu və Günüt Qapıçıq fiziki coğrafi rayonları eyni vilayətdədir. Arazboyu Kür çökəkliyindədir, Günüt Qapıçıq Orta Arazda. Səhv. Batiskaf gəmidən, Batisfer isə avtomatik idarə olunur. Tam tərsinə olmalıydı. Səhv. Cənub-Şərqi Asiyada efemerli bitkilər. Efemerli bitkilər daha çox Cənub-Şərqi Asiyada yox, Cənub-Qərbi Asiyadadır. Bu səhv. Həm Gəncə, həm də vulkanik yayla fiziki coğrafi rayonu demək, Qarabağ dağları fiziki coğrafi rayonu həmsərhəddə, bu düzdür. Argentina subtropik iqlim qurşağının iki tipinə rast gəlinir. Həm bərabər rütubətli var, həm də kontinental var. Doğru. Siyəzən şəhəri qışı mülayim keçən yarım səhra. Doğru. Dəyirman planda miqyassız. Doğru. 1, 2, 3, 4. 13. Yer kürəsinin sxemdəki vəziyyətinə əsasən düzgün fikirləri müəyyən edin. 22 dekabr tarixidir bu. Paragvayda ən uzun gündüzlər müşahidə olunur. Bəli, Cənub yarımkürəsində ən uzun gündüzlərdir. Bu tarixdən etibarən Pekində gecələr uzanmağa başlayır. Xeyr, gündüzlər uzanmağa başlayır bu tarixdən etibarən Şimal yarımkürəsində.
Bir ay sonra şimal yarımkəsində quruda ən soyuq ay müşahidə olunacaq. Doğrudur, yanvar ayı şimal yarımkəsində quruda ən soyuq aydır. 3 doğru. Cənub tropik xətti üzərində bu tarixdə gecə gündüzün uzunluğu bərabərdir. Xeyr, ancaq ekvator üzərində bərabərdir. Getdi. Günəş xərçəng yox, oğlaq tropik üzərindədir. Səhv. 9 ay sonra 22 dekabrdan 9 ay sonra, yəni 23 sentyabr. Günəş ən uzun paralel üzərində zenit olacaq. Bəli, 23 sentyabrda ekvator üzərində zenit olur. Doğru cavab B variantı. Sonra 14-ə baxırıq. Doğru. Böyük və kiçik alagöllər dağ çəmən landşaftında bu doğru. Dəmirəpani çay və Köndələn çay təbii rejimli çaydır. Köndələn çayın üzərində su anbarı yerləşir. Təbii rejimli hesab edə bilmərik. Qarqarçay və Köndələn çay öz mənbəyini Qarabağ hissəsindən götürür. Doğru. Yanlış tərəfdə yanlış axtarmalıyıq. Tərtərlə Arpa çayı da yeraltı sulardır. Bu yanlış deyil, doğrudur. Sərsəy və su qovşan fərqli çay üzərində deyil, eyni çay üzərindədir. Yanlış tərəfdə yanlış. Girdiman çayın mənbəyi Kiçik Qafqaz tektonik zonasında yerləşmir. Bəli, Böyük Qafqazda yerləşir. Bu da doğru. 1, 4, 5. Doğru cavabımız A variantıdır. Cədvəldə göstərilmiş xüsusiyyətlər hansı adalara aiddir? Üzərində 2 ölkə yerləşir. Qarşısına doğru qoyulub. Platformaya uyğun gəlir. Qarşısına yanlış yazılıbdır. Yəni geosiqnaldır. Sonra 3 yarımkürədə yerləşir. Qarşısına doğru yazılıbdır. Baxa görək. Qərb yarımkürəsində, daha doğrusu 3 yarımkürədə yox. Qərb yarımkürəsində yerləşir. Qarşısına doğru yazılıbdır. Şərqi Timor qərb yarımkürəsində deyil getdi. Borneo qərb yarımkürəsində deyil getdi. Daha sonra Haitidə uyğun gələrdi. İrlandiya seismik deyil getdi. Yamaykada isə 2 ölkə yerləşmir getdi. Elə birinci fikrə görə C-ni saxlaya bilərdik. Görək digərlərdə uyğun gəlirmi? Singapura uyğun. 3 yarımkürədə yerləşir, qarşısına yanlış qoyulubdur. Bəli, səhvdir. İl boyu bol yağıntı doğrudur, qarşısına doğru qoyulub. Çünki ekvatorialdadır. Adada dünyanın ən tikli çayı Starium hesab olunur. Starium İndoneziyadadır, Singapurda deyil. Yanlış fikirdir, qarşısına yanlış qoyulubdur. Singapur uyğun gəldi. İndi Tasmaniyaya baxaq. Hamısına doğru qoyulubdur. 2 iqlim qurşağı, bəli, subtropik və mülayim. Yerləşdiyi qitənin qədim dağ silsiləsinin davamı hesab edilir. Bəli, böyük Sahəc dağlarının davamı hesab olunur cənuba. Adada yağıntılar fəsillər üzrə kəskin fərqlənmir. Doğrudur. Subtropikun bərabər rütubətisidir, mülayim isə dənizlidir. Burada isə yağıntılar il boyu kəskin fərqlənmir. Yer kürəsində saat qurşaqlarının sayı indikindən 2 dəfə az olsaydı, yəni 24 yox, 12 saat qurşağı olsaydı, bir saata yer öz ətrafında nə qədər dönərdi, baxaq görək. 30 dərəcə. 360-ı 12-yə böləndə 30 edirik. 50-ci paralelin 1 dərəcə qövsü 71.7 olduğuna görə 71.7-ni də 30-a vurmalıyıq. Vuraq görək nə qədər edilir. Cavab Y-bəndə. Məntəqənin yer oxu ətrafında hərəkət sürətini tapmaq üçün 1 dərəcə qövsünü vurmaq lazımdır. 1 saatını istərəcə dövr eləyirsə ona. Xəritədə nöqtələr üsulu həm obyektin yayılmasını göstərir, həm də kəmiyyət göstəricisi. Əgər yer kürəsi sxemdəki vəziyyəti alsaydı, aşağıdakı fikirlərdən hansılar doğru olardı? Yəni, meyillik 50-dirsə, qütb dairəsi olacaq 50, tropik xətti olacaq 40. Tropik xəttin uzunluğu artardı. Xeyr, tropik xəttin uzunluğu qısalardı. Çünki tropik xətti ekvatordan uzaqlaşdı. Bu səhv.
Mülayim işlama quşağının sahəsi azalardı, bəli. Gördük. Cəmi 50 ilə 40-ın arasında olacaqdı, doğru. İşlamaz quşaqların sayı dəyişməzdi, eyni ilə qalacaqdı. Doğru. Yay gündəmü günorta vaxtı Bakı şəhərində günəş şüaları daha böyük bucaq altında düşərdi. Doğrudur. Çünki yayda qış şimalda olacaq və Bakıya daha böyük bucaq altında düşəcək. Qütb dairələrinin uzunluğu azalardı, əksinə artardı. Çünki 50-yə enibdi qütb dairəsi. Getdi. Bakıdan şimal qütb dairəsinə qədər olan məsafə uzanardı. Xeyr, azalacaqdı. Bakıdan qütb dairəsinə qədər olan məsafə cəmi 1110 kilometr olacaqdı. Çünki 50 şimal olacaqdı qütb dairəsi. 2, 3, 4 cavab B variantı. Geotermik qradiyent 50 metrdə 5 cc dəyişərsə, pillərini müəyyən edin. Əlliyə 5-dirsə, onda 1-ə x-dir. X də bərabərdir 10. Cavab D bəndə. Geotermik pillər temperaturun 1 dərəcə artması üçün lazım olan dərinlikdir. Ona görə tənasüdə 1-ə x qoyduq. Doğru olmayan. Polşa paytaxtından Vista çayı keçir, doğru. 4. Belarus materik daxili ölkədir, Slavyan dil qrupu, doğru. 1. Moldova Türk dövlət qurumu yerləşir, doğru. Böyük hissəsi Slavyan dil əhalisinin Roman dil qrupuna daxildir, bu səhv. 5-ə baxırıq, Ukrayna həm Qara dəniz, həm də Azov dənizinin çıxışı var, doğru. 2-yə baxırıq, Unitar Respublikadır, Latviya, bəli, Unitar Respublikadır, doğru. 21. Mütləq hündürlüyü 200 metrə qədər olan düzənliklər, yəni ovalıqlar. Anadolu vulkanik yayla getdi, Braziliya getdi. C düzdür. Qərbi Avstraliya getdi, Şərqi Sibir getdi, Əhəqqar, Dekkan, İran getdi. Sonra baxırıq 22-yə. Nisbi rütubəti 80% olan 92 kub metr havanın doyması üçün çatışmayan su buxarı 276 qrama bərabərdir. Bu hava şəraitində 1 kub metr havanın su buxarı saxlama qabiliyyətini müəyyən edir. Tamam. Nisbi rütubət 80% isə çatışmayan 20%-dir. Əgər 20%-i 276-nı 92-yə böləndə 3 alarıq. 20%-i 3-dürsə, onu doyma həddi 100%-i x-dir. X də bərabərdir 15. Cavab D bəndə. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Tullantıların məhv edilməsinin ən ucuz üsuludur. Ən ucuz üsulu yandırmaya aiddir. Sonra küləkli günlərdən istifadə olunur. Bir dəqiqə. Yandırma üsulu. Bu yandırma üsulu küləkli günlərdən istifadə olunmağı olacaq. Üzrü sayın 1-ə B. Ucuz üsul demək bastırmadır. 2-yə A verəcəyik. Kompost üsulu isə qida qalıqlarının alınan olacaq. 3-ə də C verəcəyik. Cavab B bəndə. Demək, yandırma isə ən tez başa gələndir. Yandırırsan bitir gidir. Burada Saint-Pierre şəhərinin məhv olmasına səbəb olan vulkandan gedir. Martikin adasında yerləşən bu Montampela vulkanıdır. Fransaya məxsusdur. Müvafiq olaraq ABŞ, Avstraliya və Çinə. Tampico Meksikalıdır, getdi. İkinci Avstraliya olsun. Chiba, Yaponiya, Osaka, Yaponiya, Tokyo, Yaponiya, Tubaran, Braziliya. Cavab qaldı B bəndi. Siyanqan isə həqiqətən də Çinə məxsusdur. 26. Yer kürəsinin sxemdəki vəziyyətinə əsasən doğru fikirləri müəyyən edin. Hansı gün dönümdür? 22 dekabr. Ukraynada ən qısa demək gündüzlərdir. Bəli, ən qısa gündüzlərdir, düzdür. Cənub
qütbündə növbəti 6 ay ərzində qütb gündüzü müşahidə olunacaq. 6 ay yox, 3 ay. Hansı ki 21 marta qədər. Bir gün sonra şimal qütb dairəsində qütb gecələri müşahidə edilməyəcək. Doğrudur. Çünki qütb dairəsində cənab bir gün qütb gündüzü və ya qütb gecəsi olur. Növbəti gün artıq o müşahidə olunmayacaq. Bu tarixdən etibarən Yaponiya və Uruqvayda gündüzlər qısalmağa başlayacaq. Ümumiyyətcə ölkənin biri şimalda, biri cənubda yerləşirsə heç fikirləşməyə dəyməz. Ekvator xəttinin kəsdiyi Kito şəhərində gecənin uzunluğu 12-dir. Ümumiyyətcə ekvator xətti kəsərsə gecə gündüz 12 saat olmalıdır. Bu heç 1-3-5. Bir ay sonra günəşin zenitdə olduğu coğrafi enlik Azərbaycana indikindən daha uzaq olacaq. Xeyr, ən uzaq elə 22 dekabrda olur da. Ondan uzaqlara gedə bilər ki. Yaxınlaşacaq bizə tərəf. 1, 3, 5 cavab Y variantı. Geotermik pillənin 33 metrdən az olduğu ərazilər. Yəni seysmik ərazilər. Seysmik ərazilər hansılardır? Kurildir, Pireneydir, bir də Ant dağları. Görə yeni bir şey var mı? 2, 4, 6 D variantı. Sonra gəldik 28-ci suala. Tamam. A-nın tərkibinə daxildir US və B-nin C. US nəyin tərkibinə daxildir? Böyük Britaniyanın. Böyük Britaniyanın tərkibinə US-dan başqa nələr daxildir? Şotlandiya və İngiltərə. Burada fərqi yoxdur. C-yə Şotlandiya, B-yə İngiltərədə verə bilərsiniz. Bunlar hamısı bir yerdə necə adlanır? Birləşmiş Krallıq. Birləşmiş Krallığa Böyük Britaniya daxildir, bir də Şimali İrlandiya daxildir. İrlandiya adasında Şimali İrlandiya ilə bir yerdə hansı ölkə yerləşir? Elə İrlandiya. Tamam. Böyük Britaniya adalarına bu İrlandiya adasıdır, Birləşmiş Krallıqdır. Yəni Böyük Britaniya adasıdır, belə desək. Başqa hansı adalar daxil edə bilərik biz burada? Main adasını deyə bilərik. Sonra Shetland adasını deyə bilərik. Və həmçinin Orkney adalarını deyə bilərik. Yəni F-ə bu üçündən birini götürə bilərsiniz. Böyük Britaniya adalarına daxildir. Baxaq görək hansı variantımız uyğun gəlir. Doğru cavabımız B variantı idi. Dediyim kimi B və yaxud burada C var. B-dən C-dən fərqi yoxdur. Şotlandiya, İngiltərə hansını götürsəniz problem deyil. 40-cı paraleldə 10-cu saat qurşağının şərq meridianı ilə 3-cü saat qurşağının şərq meridianı arasında ən qısa məsafəni kilometrindən hesablayın. 10-cu saat qurşağının şərq meridianı 11.5-dir. Sonra 3-cü saat qurşağının şərq meridianı isə 3.5-dir. Çıxsaq edəcək 8. 8 saatim neçə dərəcə deməkdir? 15-ə vururuq, eləyir 120 dərəcə. 40-cı paralel üzərində də 120 vurmaq lazımdır 85,4-ə. Baxaq görək nə qədər edəcək. Bu da eləyəcək 10.248. Bir daha baxaq. 10-cu saat qurşağının şərq meridianı 10.5-dir. Mən burada texniki səhv eləmişəm yoldaşlar. 10.5-dən 3.5-ni çıxanda 7-si alınar. 7. 7-ni 15-ə vuranda 120 yox 105 etmək lazımdır. Tamam. 105 ilə 85 14-ə vuranda cavab B variantı alınacaq. Sonra davam edirik 30-cu sualına.
Respublikamızın fiziki coğrafi rayonları haqqında doğru olan fikirləri müəyyən edin. Şamaxı fiziki coğrafi rayonunda dağ qara torpaqlarına rast gəlinir. Şamaxı və İsmaildə. Qaragöl Dövlət Qoruğu vulkanik yaylarda yerləşirmi? Bəli. Mərkəzi rayon Kür çökəkliyindən digərlərindən sərhəddirmi? Misal üçün, Qanıq-Əyəkəndən sərhədi yoxdur. Günüt Qapçıqda Paleogen dövrü süxurları doğru. Xalxal mineral bulağı Qonaq kənddə. Xalxal Oğuzdadır, o da Zaqatala Lahıca düşür. Səhv. Küdü Şirvan qışı mülayim keçən yarım səhra quru çöl. Doğru. 2, 4, 6. Doğru cavabımız Y variantı idi. Doğru göstərilməmişdi. Baxaq görək. Savanna subequatorial qırmızı qonur. Səhra. Səhralarda açıq şəbaldı olmaz, səhralarda boz torpaq olar. Bu səhvdir. Tayqa mülayim podzol. Enyarpaqlı mülayim qonur meşə. Qarışıq meşə mülayim çimli podzol. Doğru idi. Verilmiş proyeksiya haqqında doğru fikir müəyyən edin. Baxaq ki, azimutaldır. Kiçik ərazilər deyil. Getdi. Ekvator boyu silindrikdir. Getdi. Bucaq tərifi müşahidə edilmir. Demək, niyə edilməsin ki, edilir? Getdi. Yarımkəran xəritəsinin tərtibatında bu proyeksiyadan istifadə olunur. Doğru. Sıfır tərəfli xəttə yox, nöqtəyə malikdir. Getdi. Afrikada transsərhəd su ehtiyatından görə fərqlənən ölkələr Misirdir, Mərakeşdir. Bunlar Şimali Afrika regionuna aiddir. Nigeriyadır, o da Qərbi Afrika regionuna aiddir. 160 kubmetr təbii qazın yanmasından alınan enerjini neçə kiloqram torf hesabını əldə etmək mümkündür? Tamam, baxaq. Təbii qazın əmsalı 1,4-dür. 160'ı vuracağıq 1,4'ə. Böləcəyik torfun əmsalı. Yəni 0,5'ə. O da bərabərdir. Edəcək 448. Cavab B. Cədvələ əsasən bütün doğru fikirləri müəyyən edək. Qazaq Tovuz. Bütün inzibati rayonlarında yalnız bir şəhər mövcuddur. Tovuzda 2 tane şəhər mövcuddur. Getdi. Qonur meşə torpaqlarına rast gəlinirmi? Bəli, doğru. Əhalisi həmsərhəd olduğu iqtisadi rayon əhalisindən azdır. Əksinə Gəncənin əhalisindən çoxdur. Gəncə Daşkəsənin. Bu da getdi. Lənkəran Astara. Birdən artıq milli park var. Bəli, Qızılağac və Hirkan misal üçün. 37 şimal enliyinin nə işi var? İnzibati rayonların sayı şəhərlərin sayından çoxdur. Əksinə şəhərlərin sayı çoxdur. Göytəpə və limana görə. Dağlıq Şirvan. Bütün inzibati rayonları xarici ölkə ilə sərhəd olması da ən az 2 dənə fiziki coğrafi, iqtisadi coğrafi rayonun həmsərhəddir. Doğrudur. Şərabçılıq yeni sənayesində mühüm rol oynayır. Doğru. Ərazisində Aşıq Bayramlı və Cavanşir su anbarları yerləşir. Doğru. 1B, 2A, 3A, B, C. Cavabımız C variantı olacaq. Hansı fikir doğru deyil? Birinci proyeksiya ilə tərtib olmuş dünya xəritəsində Balkan yarımadası Kamçatka yarımadasından daha az tərifə məruz qalar. Bəli, silindrikdir və Balkan ekvatora daha yaxın yerləşir Kamçatkaya nisbətən. Bu doğru. Üçüncü proyeksiya ilə tərtibat zamanı yalnız bir nöqtə tərifsiz qalır. Bəli, azimutalda bir nöqtədə toxunma var. Ona görə. İkinci proyeksiya ilə tərtib olunan xəritələrdə paralellər çevrə, meridianlar isə bir mərkəzdən çıxan radiuslardır. Bu konusa aid deyil, bu azimutala aiddir. Bu səhv. İkinci proyeksiya qütb ətrafı mülayim. Doğru. Üçüncü proyeksiya coğrafi qütblər. Doğru. Suvarma əkinçiliyin inkişafına təsir göstərən okean cəryanları, yəni quraqlıq yaratsın, soyuq okean cəryanlarını götürəcəyik. 1, 2 və 5. Paleozoik erasına aid deyil.
Pangeyanın Lavrasiya və Gondvanaya parçalanması aiddir, getdi. Bəzi fils yataqlarının yaranması aiddir, getdi. Cavan platformalar aiddir, getdi. Sonra Böyük Sarıcı və Skandinaviya dağlarının yaranması, əmələ gəlməsi doğrudur, getdi. Lavrasiyanın Şimali Amerika və Avrasiya parçalanması, yəni müasir materiklərin yaranması bu Mezozoya aiddir. Euler-Venn diaqramına əsasən işarələnmiş ərazidə yazıla bilməz. Yəni oxşar xüsusiyyət kimi. 4 iqlim tipinə bölünür hər ikisi. Bu getdi. Fəsillər aydın müşahidə olunur hər ikisi. Tiplərinin bəziləri cənub yarımkürəsində rast gəlinmir, hər ikisi. Musson tipləri misal üçün. Mülayimdə kəskin kontinentalda həmçinin. Ölkəmiz bu iqlim qurşağında yerləşir hər ikisində. Fəsillərdən asılı olaraq fərqli hava kütlələri hakim olur. Bu subtropikdir. Keçid iqlim qurşağında yerləşdiyinə görə. Y bəndi təkcə bu tərəfə aid olmalı idi. Türkmənistan Respublikasının cədvəldə verilmiş ölkələrindən bütün ortaq xüsusiyyətlərini müəyyən edin. Birinci baxacağıq Türkiyə ilə. Əhalisi Türk dil qrupunun Oğuz qoluna daxildir. Bəli, hər ikisi üçün ortaq. Bir iqlim qurşağında Türkmənistan iki iqlim qurşağında düşür. Subtropik mülayim. İkidən artıq Türk dövlətindən həmsərhəddir. Türkiyə birdən Azərbaycandan sərhəddir, getdi. Azərbaycanın oxşar xüsusiyyəti Xəzər dənizində liman şəhərə malikdir, hər ikisi doğru. Bütövlükdə geosignalda yerləşir, Türkmənistan bir hissəsi platformaya düşür. İran ilə quru sərhəd, bəli, hər ikisinə aiddir, doğru. İndi Özbəkistanla xüsusiyyəti. Materik daxili ölkədir, bəli, hər ikisi. Neft və təbii qaz yataqlarına malikdir, hər ikisi. Muxtar Respublika Özbəkistanda var, Türkmənistanda yoxdur. Ona görə getdi. Cavabımız baxaq görək hansı olacaq? A variantı. Bu da MiG-EUL 2 sınağının izahı idi. Və son olaraq keçirik sertifikasiya sınağının izahına. Baxaq görək burada nədir vəziyyət. Başladıq. Antarktidanın bütün saat qurşaqlarında yerləşməsinin səbəbi çünki qütb ətrafı mövqeyidir və bütün coğrafi meridianlar gəlir burada birləşir. Buna görə. Cavab D variantı. Cədvələ əsasən doğru variantı müəyyən edin. Qubas Samur Dəməçi ovalığında yerləşmir, getdi. Muğan saatı düz. Qaryazı Qazax və Ağstafıya düşür. Bu da səhv. Qarabağ düzündə Bərdə düz. Lerik Lənkəran ovalında yerləşmiş. Şirvan düz. Nə oldu görək? 2, 4, 6. Cavab C. Qar xəttindən yuxarıda yerləşən dağ zəvələri ən azı 3900-dən yuxarına götürək. Qamış, Dəli, Qoca getdi. Q, Qazangöl getdi. C doğruydu. Bazaryurt 4126, Yaradağ 4116, Tufandağ 4191. D bəndə Kömürköy getdi. Y bəndə Şahdağ yox, uyğun gəlirdi 4243. Kəpəz getdi burada 3066. Şəhərləri orta illik yağıntının azalması arzula düzün. Ən çox ekvatorialda götürəcəyik Jakartanı. Sonra subekvatorial Dehli. Sonra subtropik Roma, sonra isə tropik Doha. Görək hansı variantı oldu? Y variantı. A məntəqəsi 3-cü saat qurşağının orta meridianından 45 dərəcə qərbdə. B məntəqəsi isə 24-cü saat qurşağının ucqar şərq nöqtəsindən 7.5 şərqdə yerləşir. Tamam. 3-cü saat qurşağının orta meridianı 45-dir. 45 şərq uzunluğu. 45 şərq uzunluğundan 45 dərəcə qərbdə gəldi. Sıfıra düşdü. Yəni Greenwich'ə. Bu A'dır. İndi B isə 24-cü, yəni 0-cı saat qurşağının şərq nöqtəsi. Şərq nöqtəsi neçədir? 7.5-dir. 7.5-də şərqdə yerləşəndə eləyəcək 15 şərq uzunluğu. 0 ilə 15 arasında nə qədər fərq var? 15 dərəcə.
15 dərəcəndə 1 saat edər. Uyğunluğu müəyyən edin. Tayfunların təsirinə məruz qalan Filippin, tar sərhəsi Pakistan, buğda ixracatı Argentina, yerləşdiyi qitədə əhasinə görə ən böyükdür, bu isə Nigeriya. Doğru fikirləri müəyyən edin. Chimborazo və Krakatau vulkanları cənub yarımkürəsində yerləşir, doğru. Karsimbi və Taxmulko fəaliyyətdə olan vulkanlara daxildir, doğru. Çil və Yaponiya Sakit Okean odlu qosunda yerləşir, doğru. Qədim platformalar aşkar yox, gizli həyatdadır, bu səhv. Mantiyanın həcmi daha böyükdür, bu da səhv. Efiopiya, Uganda, Çad, Çad Şərqi Afrika sınmasında deyil, bu da səhv. Yerin geoloji inkişaf mərhələsində baş verməmişdi daha doğrusu. Kimmerə aiddir? İlkin atmosfer planetara aiddir. Pangeya doğru, qədim platforma doğru, qədim buzlaşma doğru. Qızıl yataqları Qoşa Gədəbəydə, Vecnəli Zəngilanda, Zot Kəlbəcərdə. Tayqa üçün xarakterik deyil. Xarakterik olmayan burada alt bataqlıqlar tayqa üçün xarakterik deyil. Tayqa üçün üst bataqlıqlar xarakterikdir, üst bataqlıq. Əmsal vahiddən böyükdür, doğru. Podzol torpaq doğru. İnyarpaqlı ağaclar doğru. Xəzdəri heyvandarlığı doğru. Metamorfik suxurlar. A bəndə hər biri getdi, B bəndə hər biri getdi, C bəndə hər biri getdi, Y bəndində təbii qaz getdi, almaz daş kömürdən və yaxud qrafitdən yaranır, mərmər əhəng daşından yaranır, kvarsit isə qum daşından yaranır, D bəndi. Sosial havaların konvergent, yəni toqquşma zonasında Yapon, Kuril və Aleutdir. Azor, Passa, Galapagos isə divergent zonasında. 2, 4, 6. Verilmiş məntəqələrdə orta ilə yanıtın azalma aracılığı. Ən çox ekvatorial Slovesi. Sonra mülayimin dənizi götürəcəyik Böyük Britaniya. Sonra subtropik Siciliya. Sonra isə Arktik Esmir. Baxaq görək hansıdır cavab. Y variantı. Tenka texnologiyanın təkamül yoluna deyirsə inkişafda olan ölkələr. Singapur getdi, Yaponiya, Belçika, Kanada getdi, Cənubi Koreya getdi, ABŞ getdi, qaldı B variantı. Adalardan biri Amerika qitəsinə aiddir. Devon adası Kanadaya məxsusdur, Amerika qitəsinə yerləşir. Azor Avropadadır, Sokotra Yəmən adasıdır, Hind okeanında. Kanar Afrika sahillərindədir. Sonra Kipr isə Aralıq dənizində. Lənkəran vilayətinə axan çaylar Vilət çay və Volqa çayıdır. A bəndi Şirvan çaylarına aiddir. B bəndi Girdiman Şirvan çaylarıdır. Atay isə Şimal Qafqazın şimal-şərq çaylarına daxildir, Böyük Qafqazın. D bəndi Böyük Qafqazın şimal-şərq çayları. Y bəndi Naxçıvan çayları. Qış gün dönümü günü üçün xarakterikdir. Berlində ən qısa yox, ən uzun gecələr olmalıdır. Bu tarixdən etibarən Tasmaniya adasında gecələr qısalmağa yox, gecələr artıq uzanmağa başlayır. Günəş şimalda yox, cənub tropik üzərində zeyntdədir. Şimal qütb dairəsində qütb gecələri doğru. Bakı şəhərinə günəş olan düşmə bucağı 26.5-dir. Türkiyə, Qazaxıstan və Türkmənistan dövlətləri haqqında ümumi ortaq xüsusiyyət. Altay dil ailəsi doğru. Ən azı 2 müstəqil türk dövlətindən Türkiyə yox. Bütövlükdə və yaxud bir hissəsi geosiqnalda yerləşir. Bəli, hər birinə aiddir bu. Neft və təbii qaz ixracatı Türkiyə yox. Mülayim hava kütlələri il boyu və ya müəyyən bir mövsüm təsir göstərir. Bəli, çünki bunlar ya subtropikdə ya da elə mülayimdə yerləşir. Düzdür. Rusiya və Hindistan arasında tranzit rol oynayır. Rusiya və Hindistan, Türkiyə niyə Rusiya və Hindistan arasında tranzit rol oynasın?
Tamam. İşsizlik səviyyəsi 15% olan ölkədə fəal əhali 34 milyondur. İşsizlik səviyyəsi 15%-dirsə, fəala qalır 85%. 85% 34 milyondursa, əmək ehtiyatları, yəni 100% x-dir. Baxaq görək neçə edir müəllimlər. $40 milyon. Bu da ümumi əhalinin neçə faizini təşkil edir? 65%-ni. 65%-i 40-dırsa, onda 100%-i x-dir. Tamam. Görək bu neçə eləyəcək? 61.5. 61.5-də cavab A variantı edirdi. Yuxarıdakıda cavab nə oldu burada? Demək 1, 3 və 5. B bəndə. Kürün sağ qolları qanıq sol qoldur, girdiman sol qoludur. Demək Ağsu sol qoludur. Gilgilçay ümumiyyətlə kür deyil, Kürəkçay və Qarqaçay. Torfu əvəz etməliyik. Heç nə 200 vuracaq 1,5-ə. Böləcəyik. Torfun əmsalı 0,5-ə. Görün bu neçə eləyir? $600. Cənubi Koreya, Singapur üçün ümumi ortaq xüsusiyyətlər. Cənub-Şərqi Asiya regionunda bu Cənubi Koreya yox. Urbanizm səviyyəsi yüksəkdir, bəli. İnkişaf etmiş ölkələrə yeni daxil olan ölkələrə daxildir. Bəli, götürə bilərik biz bunu. İxracatında xam mal yox, hazır məhsullardır. Yapon sivilizasiyası yox. Çin sivilizasiyası, misal üçün Cənubi Koreya. Təbiətin birinci sifətini, bəli, ikisində də birinci sifətini inkişaf etmiş ölkələrdir. 2-3-6. AB xətti üzrə hansı landşafta rast gəlinmir? Daqstrofi Talış dağlarından Naxçıvandadır bir də. Lənkəran Astara İqtisadi rayonu üçün doğru fikirləri müəyyən edin. Tamam, doğru fikirlər. Rayon mərkəzi olmayan şəhərə malikdir. Göytəpə və liman, bəli. Qışın olan keçən yarım səhərə quru çöl iqlim tipinə rast gəlinir. Bəli, elə Lənkəran rayonunda mövcuddur. Gec yetsən yox, tez yetsən olmalıdır, getdi. 2 iqtisadi, 1 xarici ölkə ilə. 2 yox, 1 iqtisadi rayondan həmsərhəddə getdi. Çayçılıq üzrə liderdir, bəli, liderdir, doğru. Yüngül sənayenin əsasını ipəkçilik təşkil edən bu Şəki-Zaqataladır. Lənkəran Astara deyil. 1, 2, 5 cavab A bəndə. İstehsalın iri məsələlərdə cəmlənməsi təmərküzləşmədir. Üdumu 90, ümumi isə 70-dir. Ölkənin xaricdə istifadə etdiyi məhsulun dəyəri 35-dir. 70-in əgər 35-i xaricdədirsə, qalır 35-i də ölkə daxilindəki payına. Tamam, 90-ın da 35-i demək, ölkə daxilindəki paydırsa, yerdə görək qalır neçəsi? 90 çıxaq 35. 55-i. 55-i də qalır xarici şirkətlərin payına. 90 əgər 100% idisə, 55 də x faizli. Bizə çünki axırda faizlə soruşur xarici şirkətlərin payına. Tamam, bu da 61.1 edirdi C variantı. Mütləq monarxiya idarəetmə quruluşuna malik olan ölkə Küveyt konstitusiyalı, Norveç konstitusiyalı, Yaponiya onun kimi, Belçikada həmçinin Bruney. Respublikamızda yanar fədal qazıntılara malik olanlar Daşkəsən getdi, Şərur getdi, Laçın getdi, Balakən getdi. Qubada yanar şist ehtiyatı mövcuddur. Tərtərdə isə neft yatağı.
Doğru olmayan variantı müəyyən edin. Qazax və Azərbaycan inzibati rayonları Kürün ancaq sağ sahilindədir. Doğrudur, getdi. Respublikamızda əhalinin sayına görə inzibati rayonlar arasında demək, Lənkəran liderdir, Abşeron liderdir hal-hazırda, Lənkəran deyil, bu səhv. Masallı, Bərdə, Yevlax inzibati rayonlarda əhali sıxlığı aşağıdır, əhali sıxlığı yüksəkdir. Bu da B-C. Baxaq, Qovlar, Xankəndi, Şirvan inzibati rayon mərkəzi olmayan şəhərlərdə düzdür. Qax, Zəngilan və Kəngərli iki xarici ölkənin həmsərhəd demək. Bəli, düzdür. Burada iki dənə variantımız gəldi yoldaşlar. Həm B, həm də C. Çünki əhalisinə görə hal-hazırda lider olan Abşerondur. Abşeron əhalisi 400 min nəfəri keçibdir. Kim hansını yazırsa doğru yazıb yəni. Hər nəfərə görə torpaq sahəsinə görə fərqlənən ölkələr sahəsi böyük, əhalisi az olsun. Monqolistan, Qazaxıstan, Kanada. Miqyası bir bölünsün 1 milyon olan xəritədə ada 6,10 yarım dama ilə təsvir edilibdir. Adanın həqiqi sahəsini tapaq. Əvvəlcə görə neçə santimetr kvadratıdır? 6 buradan 10 yarımda 5 deməkdir. 5 dənə də buradan. Elədi 11. 11 nə? Dama. 11 dama neçə santimetr kvadratı olar? 11'i böləcəyik 4'ə. Baxa görək. 11 bölək 4. 2 tam %75 santimetr kvadrat. Ona nə etmək lazımdır? Miqyasın kvadratına, yəni 100'ə vurmaq lazımdır. Həqiqi sahəni tapmaq üçün 275 eləyərdi. Doğru olan fikirləri seçin. Tamam, İsrail Respublikası Cənub-Qərbi Asiya regionunda yerləşir. Doğru. Neft ehtiyatının olduğu bütün ərazilərdə parça vulkanı var? Yox. Seismik deyilsə ola bilməz. Cüryapaqlı həmişəşil meşə və koluqlar zonası ancaq şimal yarımkürəsindədir. Xeyr, cənub yarımkürəsində var. Fosforit yanar fədəl qazıntıları daxildir. Yox. Göydərən mineral xammalı Kəlbəcərdə. Doğru. Kürəz ovalığı böyük artçının hövzəsidir. Doğru. 1, 5, 6 cavab Y bəndə. Bərabər yağıntılı, mülayim istiqlin tipində yerləşən şəhər müəyyən edin. Şəhərin özünü deyirsə, bax, burada bir çox rayonda ola bilər. Misal üçün, Astara rayonunda var, Zaqatala rayonunda var, Qəbələ rayonunda var. Amma şəhərin özünü deyirsə, Zaqatala qışı quraq keçəndir, Astara yaya quraq keçəndir, Göygöl qışı quraq keçən mülayim istiqlimdir, Saatlı ümumiyyətcə yarım səhradır. Cavab Qəbələ. Keçdiyi sahil boyu ərazilərdə quraqlıq yaradan soyuq gəncərgənlərdir. Per və Bengel. Alyaska istidir, Şərqi Avstraliya istidir, Krosiyo istidir, İğnəburnu istidir, Braziliya, Angola istidir. Hansı dəniz və yaxud körfəzlərdən mərcan adaları yarana bilər? İsti ərazilər götürmək lazımdır. Elə A bəndə doğruydu. Hudson getdi, Ağnan Fin getdi, Botnik getdi, Alyaska getdi. Doğru olmayan fikri müəyyən edin. Hekla və Ruiz vulkanları qərb yarımkürəsində doğru. Biri İslandiyada, biri Kolumbiyada yerləşir. Etna Vezuv vulkanları adada yerləşir. Vezuv ada deyil, yarımadadır, Apenin yarımadası. Səhv bu. Karsimbi və Şasta vulkanları fərqli qitədədir. Karsimbi Afrika, Şasta isə Amerika qitəsi, bəli, fərqlidir. Erebus və Bardarbunga fəaliyyətdə olan vulkanlar da doğru. Qızılboğaz və Elbrus sönmüş vulkanları da doğru. Konrad sərhəd qranitlə bazalt arasındakı sərhəddə deyilir. C bəndə. Üzərində materik daxili ölkələrin yerləşdiyi yarımadalar. Skandinaviyada yoxdur, 7. Apenində amma var idi. Misal üçün Vatikan. Balkanda Şimali Makedoniya, Hindçində Laos, düzdür. Pirineydə var, misal üçün Pirineydə Andorra, amma Hindistanlı getdi. Malakka getdi, Arnəmnət getdi, Keypyot getdi, Kola getdi. Dağın ətəyi ilə zirvəsi arasındakı temperatur fərqi 18-dir. Minə 6-sı, ikisi 18-dir, yəni 3000 metr. Yenisi təzyiq, 300 təzyiq.
Ətəyi dəniz səviyyəsindən başlayırsa 760-dan da çıxacaq 300-ü, eləcək 460. Sualın şərti belə idi. Dağın ətəyi ilə zirvə arasındakı təzyiq fərqi, daha doğrusu temperatur fərqi 18 Selsiyadır. Ətəyi dəniz səviyyəsindən başlayan dağın zirvəsində atmosfer təzyiqini millimetr civə sütunundan müəyyən edin. O da edəcəkdir 460. Ərazi və yerləşdiyi iqlim yarımtipi doğru göstərilməmişdir. Qanıq ərçə düz göstərilib, qışı quraq keçən soyuq yox, mülayim isti olmalıdır, səhv göstərilibdir. Kiçik Qafqazın cənub şərq qurtaracağı, yayı quraq keçən soyuq yox, yayı quraq keçən mülayim isti iqlim olmalıdır, səhv göstərilibdir. Şirvan düzü mülayim isti iqlim yox, yarım səhra, səhv göstərilibdir. Qusar düzü bərabər yantılı mülayim isti iqlim düz. Böyük düz, qışı soyuq keçən yarım səhra düz. Şollar düzü, qışı mülayim keçən yarım səhra düz. Planda konturlu şərt işarətindən, yəni müəyyən bir sahəyə malik olan magistral yoldur, elektrik xəttidir, bunlar xəttidir, bulaqla inzibati binalar miqyassızdır, amma Maral göl doğruydu. Astara yerləşir Kürd tektonik çökməsində, Xaçmaz ön Qafqaz çökməsində, Lirik isə Kiçik Qafqaz qalxmasında. Cavabımız C bəndə. 10 şimal enində günəş şüaları günorta vaxtı 70 bucaqla düşərsə. 10 şimala 70 bucaqla düşərsə günəş harda? Zeyntdədir. Yetmiş bərabər 90 çıxaq 10 plus x, x də bərabərdir 10 dərəcə cənub enliyi, 10 dərəcə cənub enliyi. Tamam. 10 dərəcə cənubda zeyntdədirsə, hansı enliklərdə qütb gecələri müşahidə olunur? Onda 80 şimaldan 90 şimal arasında. Cavab C bəndə. Amma qütb gündüzlər desəydi, biz B bəndə götürəcəkdik. Şirvan düzündə hansı iqlimdir? Qışı mülayim keçən yarım səhra. Y variantı. Yerin xəyali oxunun orb müstəvisinə meyilliyi enikindən 3,5 dərəcə çox olsaydı, tropiklər arasındakı ən qısa məsafə nə qədər qısalardı? Tamam, baxaq. 66,5 yox, 70 olsaydı, tropiklər 20-dən keçəcəkdir. 3,5 şimaldan, 3,5 cənubdan qısaldı. 3,5 də 7 elədi, 2 dənə 3,5'im. O da 777 kilometr. İki tektonik zonada yerləşən inzibati rayonlar Tovuz bəli, Zaqatala bəli, Astara bəli. Kiçik Qafqazdan Kürçükəkliyi, demək Böyük Qafqazdan Kürçükəkliyi, Kürçükəkliyindən yenə Kiçik Qafqaz tektonik zonası. Daha sonra baxaq, Goranboy düzdür, Balakən düzdür, yardımlı amma bütövlükdə Kiçik Qafqaz idi. Sonra növbəti Şəmkir düzüydü, Şərur da düzdür, Lənkəran da düzdür. Burada da 2 tane variantımız var. A, C, kim hansını yazırsa doğrudur yəni. D bəndə Ordubad bir dənə Kiçik Qafqaz qalxmasında yerləşir. Y bəndə Laçın Kiçik Qafqaz qalxmasında yerləşir. Kiçik Qafqaz tektonik zonasında yerləşən mineral bulaqlar Bədu İsmaildadır, aiddir Böyük Qafqaza. Xalxal Oğuzdadır, aiddir Böyük Qafqaza. C bəndə Tutqun Kəlbəcər, Sirab, Babək, Şırlan isə Şuşa doğrudur. D bəndə Çuxuryurt Şamaxıdadır, Böyük Qafqaz. Y bəndində Şıx, Abşeron, Cimi Qubada, İrisu isə Qəbələdə, hamısı Böyük Qafqaz. Getdi. Bütövlükdə və yaxud bir hissəsi Sakit Okean sahilində yerləşənlər. Surinam və Kuba düşmür. Efiopiyanın nə işi var Sakit Okeanı? Odlu qövsündə. Sonra Çad nə işi var Sakit Okeanı odlu qövsündə? Baxaq.
baxaq. Nepalın Saktok Novodogos'tan nə işi var? Avstriyanın da həmçinin. Cavabımız D variantı idi. Peru, Argentina və Filippin. 49. Hansı iqlim tipi göstərilibdir? Bu mussondur. Subtropik mussonu yox, mülayim mussonu. Subtropik musson olsaydı mənfiyə düşməzdi. Bu yağıntı miqdarda bu qədər çox olmazdı. Mülayim musson. Və 50-ci sonuncu suala baxırıq. Qaradağ mis yatağı Gədəbəydə, Zəylik anit yatağı Daşkəsəndə, İpək xromit yatağı Laçında, Meyxana polimetal yatağı isə Ağdərədə yerləşir. Doğru cavabımız A variantı idi.